Hello everyone. Salam herkese. Bugünkü dersimiz 3. sınıf dersliyindendir. Unit 7, Lesson 1. Bölme 7, ders 1. Exercise 1. Tapşırıq 1. Listen then echo. Dinleyin ve tekrar edin. İlk önce 52. dinleməni dinleyek, daha sonra birlikte tekrar edek. Track 52. Vocabulary. Hospital. School. Park. Supermarket. Bookstore. Library. Movie theater. Firehouse. Vocabulary. İndi isə gəlin sözlərə nəzər salaq. Hospital, xəstəxana. Hospital. School, məktəb. School. Park ilə parkdır. Park. Supermarket, böyük market. Supermarket. Bookstore, kitab mağazası. Bookstore. Library, kitabxana. Library. Movie theater, kinoteatr. Movie theater. Firehouse, yanğın evi. Firehouse. Rock, qaya. Amma uşaqlar, buradakı dinləməmizdə bizim qaya yox, dövr etmək mənasında istifadə olunacaq. Town, şəhər, qəsəbə. Town. In front of, qarşısında. In front of. Next to, yanında. Next to. Across, qarşısında. Əks tərəfində. Across. Behind, arxasında. Behind. Around, ətrafında. Around. Sözləri bu formada oxuyuruq. Eyni zamanda öyrənirik ki, burada bizə verilən mətni tərcümə edə bilək. Exercise 2, tapşırıq 2. Listen and choose. Dinləyin və seçin. Burada uşaqlar bizə ilk öncə dinləyərkən diqqət etməlisiniz ki, ortasına xətt qoyulan iki söz var. Bookstore və school. Bunlardan birini seçməliyik. Ona görə diqqətlə dinləyin ki, bunlardan birini seçməkdə rahat olasınız, yəni çətinlik çəkməyəsiniz. Təkcə uşaqlar oxuyub yox da, eyni zamanda biz burada tapşırıq olaraq birini seçməliyik. Ona görə ilk öncə 53-cü dinləməni dinləyək, daha sonra tapşırığı işləyək. Track 53. Let's rock around the town today. We're in front of the school. It's next to the library. Let's play. Let's rock around the town. Let's rock around the town today. We're across from the park. It's behind the bookstore. Let's play. Let's rock around the town. İndi isə gəlin tərcümə edək və iki variantdan birini seçək. Rock around the town. Normalda uşaqlar rock qaya deməkdir, amma burada şəhərin və yaxud da qəsəbənin ətrafını fırlanaq, yəni dövr edək mənasında gedir. Birə baxırıq. Let's rock around the town today. Gəlin bugün qəsəbənin ətrafını fırlanaq, yəni qəsəbədə gəzək. We are in front of bookstore və yaxud da school ola bilər uşaqlar. Bizim dinləməmizdə schooldur. Ona görə schoolun altına xəttə gedəcəyik.
We are in front of the school. Biz məktəbin qarşısındayıq. Hey, hey. It is next to the library. Yəni dinləmədə kitabxana bildirilir. Yəni kitabxananın yanındadır. Let's play. Gəlin oynayaq. Let's walk around the town. Gəlin qəsəbəni gəzək. Və yaxud da şəhəri gəzək mənasında deyə bilərsiniz. İkinciyə baxırıq. Let's walk around the town today. Gəlin bugün qəsəbəni gəzək. We are across from the... Bizə iki variant verilib. Movie theater and park. Biz parkı işarə edəcəyik. We are across from the park. Biz parkın qarşı tərəfindəyik. It is behind the bookstore. O, kitab mağazasının arxasındadır. Yəni burada bizə iki variant verilmişdir. Bookstore and supermarket. Təbii ki, bookstore seçirik, kitab mağazasını. Let's play, gəlin oynayaq. Let's walk around the town, gəlin şəhəri gəzək. İnşallah burada qeyd etdiyim sözlərin heç birini özümdən yazmadım. Yəni dinləmədə olunan sözlərdir. Dinləmədə səslənilən sözləri qeyd edirik. Biz sadəcə dinləməmizi yoxlamaq üçün iki variant verilib ki, hansını seçəcəksə onu dairəyə alırıq. Siz bunu həm tərcümə edəcəksiniz, həm də tapşırıq olaraq işarə edəcəksiniz. Və yenidən üçüncü tapşırığa baxırıq. Sing rock around the town, yəni around the town şəhəri, qəsəbəni gəzək mahnısını deyir oxuyun. Əgər sizə aydın olmazsa, sizə maraqlıdırsa yenidən oxuya bilərsiniz. Və dördüncü tapşırığa baxırıq. Uşaqlar, biz söz önlərinə nəzər salmalıyıq. In front of qarşısında, next to yanında, around ətrafında, behind arxasında. Bunlar əslində siz ikinci sinifdə keçmişsiniz, amma yenidən burada bizə grammar olaraq verilib. Burada biz boşluqları tamamlamalıyıq dinləməyə uyğun olaraq. We are in front of the school. Biz məktəbin qarşısındayıq. Əgər sizə yenidən aydın olmadısa uşaqlar, yenidən dinləməni dinləyəcəksiniz ki, boşluqları tamamlaya biləsiniz. The school is next to the library. Məktəb kitabxananın yanındadır. Yəni ikinci boşluğa next to yerləşdirirsiniz. 3-ə baxırıq. We are across from the park. Biz parkın qarşı tərəfindəyik. Yəni əks tərəfindəyik. Bu zaman biz bura across from yazacağıq. 4-də the park is behind the bookstore. Park kitab mağazasının arxasındadır. 4-cü boşluğa da behind sözlərini yerləşdirəcəyik. Yenə deyirəm, əgər sizə aydın olması yenidən dinləyib və yaxud da tekst hissəsinə baxaraq da boşluqları tamamlaya bilərsiniz. 5-ci tapşırığa baxırıq. Talk about your town. Öz qəsəbəniz, şəhəriniz haqqında danışın. The school is in front of park. Məktəb parkın qarşısındadır. Və yaxud da ki, the library is next to the supermarket. Kitabxana supermarketin, yəni böyük marketin yanındadır. Siz öz məktəbiniz haqqında danışarkən də uşaqlar bu sözünlərdən istifadə edərək, məsələn, supermarketin yanındadır, arxasındadır, parkın yanındadır kimi sözlərdən də istifadə edə bilərsiniz. Exercise 6, tapşırıq 6, page 52-53 skills book iş dəftərinin səhifə 52 və 53-ü işləməyimiz istənilir. Belə uşaqlar, dərsimiz bu qədər. İnşallah ki, izahım aydın olar. Hər hansı bir çətinliyiniz, sualınız olarsa, mütləq rəy bölməsində qeyd edin. Videonu bəyənib, abunə olmağı da unutmayın. See you next lessons. Növbəti dərslərdə görüşənədək.